Hər kəsə salamlar, xoş gördük. Bugünkü mövzumuz çox ciddi bir mövzudur. Ədəbiyyatın həyatda tətbiqi, qızların necə qəlbinin ovlanmağı, onların könlünə girmək və bu məsələlər haqqında Yəni qız tutmaq məsələləri. Belə o demək istəyirsən, mənə elə gəldi, amma yəni sözü çox uzadırsan. Yəni istədim mədəni Bəli. formada deyim. Bugünkü qonağımız Qanturalıdır, moderator mən Ayxan Evaz. Elə ilk sualdan başlayaq. Ədəbiyyatda bu qızı ovlamaq funksiyasının necə? Ədəbiyyatın çoxlu funksiyaları var. Aksioloji funksiya var, epistemoloji funksiyası var, qnosioloji var. Epistemoloji ilə qnosioloji əslində birdir, amma Bunlar çox intellektual. Bunlarla danışıb, yəni bizim başucu və öz əlbəttə ki, birinci öz, sonra da sizin başda artmaq istəyirəm. Yəni amma mən eləyər ki, ədəbiyyatın ən önəmli, ən əhəmiyyətli funksiyası insanların ədəbiyyat qapalı qəlblərin arxasına girə bilən bir açardır. Çox maraqlı. Yəni o açarı düzgün istifadə eləsən, sən könlün, başqalarının könlünə də girəcəksən, başqalarının ürəyinə də, beyninə də və orada öz oğurluğu eləyə bilərsən. Yəni oğurluq deyəndə şəhərin qapısını açıb içəri. Bəli, yəni oğurluq deyəndə əlbəttə burada ürək oğurlamaqdan söhbət gedir də. Bilmirəm, bəlkə kimsə pul oğurlamaq və başqa qiymətli zinət əşyaları, yəni pul əsasən yəni bu nəzərdə tuturam. Yəni bu mənada. Yəni çox ədəbiyyat bu barədə mən sizə deyim ki, düzgün istifadə olunsa çox faydalı nəticələr əldə etmək mümkündür və Yəni, bunun üçün də qızların qəlbinə. bəli, çoxlu şeirlər bilmək və o şeirləri zamanında və məkanında uyğun istifadə etməyi bacarmaq lazımdır. Maraqlıdır Tural bəy. Şeirlərdən necə istifadə etmək? Şeirlərdən istifadə çox mürəkkəbdir. Birinci növbədə bunu bilmək lazımdır şeiri. Yəni elə adamlar var, gənclər var, mən görürəm, hər hansı bir situasiyaya uyğun girib Google-da şeir axtarırlar. Bu qətiyyən yol verilməzdir. Yəni hər bir Yəni gənc çoxlu şeir bilmək. əlbəttə hər bir gənc beynini Google-a çevirməlidir şeirlə bağlı. Yəni sənin beynin Google Avtomatik olmalıdır. Bəli. işləməlidir. Hətta mənim bir köynəyim vardı, bura yazmışdı ki, "Fuck Google, ask me." Yəni Google-u yola ver, məndən soruş. Yəni elə bir o qədər bir şeir potensialına malik olmalıdır və ondan da daha önəmlisi onu doğru, dürüst yerdə ifadə eləməlidir. Məsələn, tutalım ki, adı Ayşə olan bir qız yəni yanaşmaq istəyirsənsə, ona ən yəqin ki, axmaq üsul ona Atilla İlhanın Aysel git başımdan şeirin atmaqdır. Niyə? Çox sadə. Çünki yəni qıza yaxınlaşmaq istəyirsən və deyirsən ki, get başımdan. Qız da deyir ki, yəni yol verilməz. Qız da deyir ki, açıl başımdan da, yəni falan. Yəni bu cür təfərrüatlara xüsusi əhəmiyyət vermək lazımdır. Bəs gənclər bu şeirləri də, yəni Aysellərə, bütün Aysellərə oğlanlar həmişə eyni şeiri göndərir. Yəni bu nədən qaynaqlanır? Bu nadanlıqdan, cəhalətdən, savadsızlıqdan, şeirsizlikdən, mənəviyyatsızlıqdan və sair bu cür sizliklərdən. Və başa düşürsən, bu cür sizliklər saydım da, təzən saymayım. Sənsizlikləri doğurur. Başa düşdünüzmü? Yəni Çox poetik bir ifadə oldu. Yəni bu da poetizm də lazımdır yəni. Tural bəy, daha çox necə şeirlər Buna açığı biz öz aramızda buna, yəni filologiyada bir çoxlu terminlər var, nə bilim surreal var, biri də var verliber deyəsən. O bilmirəm nədir dəqiq. Yəqin ki o şeirə aiddir də, hə? Amma burada mən sizə deyim ki, çox önəmlidir ki, biz buna çörəkli şeirlər deyirik. Yəni çörəkli şeirlər o şeirlərdir ki, o şeirlər vasitəsilə qadınların biraz əvvəl dediyim kimi o gizli qapının açarını o açır. O 40-cı qapıda deyək ona. Yəni o şeirlər əlbəttə o şeirlər çörəkli şeir. Məsələn, külək əsir də bu dəqiqə çöldə. Qıza məsələn sən Ayxan nə yazarsan, hansı şeiri yazarsan indi hal-hazırda misal üçün? Mən Müşfiqin Küləklər şeiri. Bu da gedər, amma orada biraz daha ictimai romantika var. Yəni üzr istəyirəm terminlə danışdım, sosial terminlə danışdım. Amma mən daha çox professional olaraq bəli, fərdi yerdən gedərəm, fərdi. Yəni arada bir əllərini saçlarına götürüb rüzgarda dağılan yalnızlığını düzəltiyorsun. Çox. Yəni görürsüz ki, aydındır ki, məşhur bir söz var. Mən onu görürəm, gənclər öz fəaliyyətlərində çox işlədirlər. Deyir ki, hətta türk filmini deyəsən, deyir bu qədər insan yalnızkən bu qədər insan nədən yalnız? Kaybedənlər klubunda deyəsən. Ola bilər.
O da çox vacib filmdir. Elə söz arası deyim ki, buna da baxın. Yəni çoxlu da tənha qız var. Tənha, yalqızlıqdan şikayət edirlər və tək qəribədir ki, çoxlu da tənha oğlan var. Bəs bunlar bir-birlərini niyə tapa bilmirlər? Can Yücel'in bir şeiri var. Deyir ki, hər gəmi, hər qadın bir gəmidir və o onun sahillərinə gitədir deyir və o öz sahillərinə gəlib onu kəşf eləyəcək bir kişini axtarır. Yəni o gəminin də düzgün şeyi istiqamət götürən məncə şeirdir. Yəni kompas. Burada həm də şeir kompas. Burada düşdünüzmü? Yəni şeirdə kompas kimi istifadə eləmək lazımdır. Tural bəy, şeirdən başqa daha şeir əlbəttə, şeir deyirəm çox mühümdür. Bu cür çörəkli şeir adlandırdığımız şeirlərdən istifadə son dərəcə mühüm əhəmiyyət daşıyır. Şeirlərdən başqa digər yollar da var. Bu digər yolların ən mühümü də 3 adam ətrafında olan yollardır. Birincisi Alman filosofu Nietzsche, biri Franz Kafka, Avstriyaçısı, bir də Che Guevara. Che Guevara, bəli. Kuba, səhv eləmirəmsə Argentinadan mənşəli və Boliviyada ölüb, o çox gəzibdir ona görə. O üçü mən istədiyim ki, bu barədə çox böyük xamma, bir mən çörək sözünü istifadə etdim. Amma mən Nietzsche'ni bu dediyim üç şəxsi dəyirman adlandıraram. Yəni dəyirman. Çörəyin yox, yox. Çörəyin artıq bişirilmə. Yox, əksinə çörəyin elə bir mənbəyin oradan götürülür. Yəni çörəyin mənbəyini oradan götürülür. Məsələn Nietzsche, yəni və üç bu Che Guevara o qədər yox, amma bu ikisi də bir qadınsızlıqdan çox ciddi əziyyət çəkiblər. Nietzsche yəni bir fahişəxanada xəstəliyə yoluxub, ömrü boyu talihsiz bir həyat yaşayıb Franz Kafka, amma nə qədər acı və nə qədər də bəlkə də tragik və nə qədər də komikdir ki, bu gün dünyanın hər yerində onların adları ilə, onların əsərləri ilə, onların statları ilə çoxlu ürəklər ovlanır, çoxlu qızların ürəklərinə fəthidirlər. Bəli, bunun Ümumdünya Səhiyyə Təşkilatının 2015-ci ilə olan hesabatı var. 2016-cı il hesabatı hələ çap 2016-nın davam etdiyinə görə yoxdur. Deyirlər ki, dünya üzrə bu 200-dən artıq ölkə araşdırılmış tədqiqata görə, aparılan tədqiqat nəticələrinə görə hər il, hər gün 9765 dənə qızı könüllü bu cür ələ alınır. Nietzsche və yəni bir şəhər salmaq olardı. Bəli, yer gəlmişim mən siz dedikcə mən yeri düşdükcə də mən o sözlərdən istifadə edeyim ki, gənclər üçün maraqlı. Məsələn, şəhər salmaq dediniz. Məsələn, belə bir şeiri var. Brodskinin şeiridir. Məni unudanlardan şəhər salmaq olardı. Məsələn, bu şeir məlumat üçün deyək ki, Yosif Brodski Yəhudi əsilli rus. Nobel alır. Yəni onu da desəz qız daha çox. Bəli. Amma burada maraqlı indi Nietzsche'dən nə istifadə eləmirlər. Yəni burada iki yer var. Məsələn, Nietzsche'ni deyirsən ki, Nietzsche'dən qəfildən durduğun yerdə heç yeri gəlməyib. Söhbət nə bilim şeydən gedir. Havalar niyə belə isti keçirdən gedir. Qəfildən durub deyirsən ki, qıza ki, səni sevirəmsə bundan sənə nə? Yəni İsmail Yakan mahnısındakı. Yəni İsmail Yaka və Nietzsche bu məncə heç də yaxşı olmadı, düzdürmü? Yəni bir tərəfdə bəşəriyyətin böyük filosofu, o biri tərəfdə isə nəsə, yəni o Tural bəy bu siflisdən ölüb, deyilmi? Bəli, siflisdən ölüb. Yəni ömrü boyu yazıq bu mən o sözü istifadə etmək istəməzdim. Yəni amma yəni özünə xeyri olmayıb da, yəni özünə xeyri olmayıb. Allah rəhmət eləsin bu arada Nietzsche. Yəni Nietzsche Allah ölüb. Nietzsche'yə görə. Nietzsche deyir Allah ölüb, amma sən deyirsən ki, Allah rəhmət eləsin. Bəlkə bir Fatihə də verəsən, yəni. Ya bu cür Ayxan bəy, bu cür başa düşürəm gəncsən, amma bu cür şeylərə ehtiyac yoxdur. Yəni çünki orijinal olmaq məcburiyyətindəsən. Yəni o şeyə konkret. Belə deyək də, yəni bunlar özlərinə xeyri olmayan, amma milyonlara, bəşəriyyətə xeyir verən. Bəli, məsələn, bir şey var da Ayxan bəy. Məsələn, çoxlu detallar. Məsələn, biz indi saqqal yox da, bu özü də çox əhəmiyyətlidir, yəni bu qeyd edilən məsələ. İkincisi ki, yəni qızlar elə hesablanırlar ki, məsələn, qızlar bilirlər ki, qızlar bizdən, kişilərdən, yəni çox həssas, çox kövrək, çox daha dərin mənəvi dünyaya malik olan insanlardır. Bunu qətiyyən yaltaqlıq üçün demirəm, bu elmi olaraq sübut olunmuş şeylərdir. Və məsələn, bir oğlanlarda bir tendensiya var, qızları öz
acındırmaq özlərinə. Yəni mən tənhayam, mən Hüzünlü. təkəm. Bəli, hüzünlü erkək. Aha. Hüzünlü kişi yəni o Model. davranışları sizdə də deyəsən bir balaca ondan var. Ha, Bir biraz. balaca var, mən hiss eləmişəm. Məsələn amma o hüzünlü davranışı Ayxan Ayvaz özü başına yarada bilməz. Yəni nə mənada onun üçün görə biraz da dəstək alasan kənardan. Məsələn hüzünlü Lojistik dəstək. Bəli, lojistik dəstəkləmə. Yəni onun üçün də qəfildən deyirsən ki, məsəl üçün, yəni bu hüzünlüyü əsaslandırmaq üçün deyirsən ki, Kafkanın sözünü deyəcəm. Deyir ki, mənim yalnızlığım insanlarla doludur. Yəni bu sözü mən Bunu dedinsə bir qatar Bəli. Elə bil ki, qatar ələtə dolusu, çatdı. dolusu yəni qız gəlib də. Ələtə çatdı. Bəli, əlbəttə. Yəni bu qatar ələtə çatır onda artıq. Tural bəy, konkret statlara gələk. Məsələn, Bəli, gənclərə buradan məsləhət verək ki, hansı statlar Mən- qızları ələ keçirmək üçün çox Məsələn, bax, faydalıdır. məsələn, biraz əvvəl dedim, yəni yerində və düzgün istifadə olunan hər bir şeir faydalıdır. Bu şeiri Yusuf Həsənbəy də yaza bilər, Eluar da yaza bilər və böyük dünyanın şairləri də yaza bilər. Amma yəni doğru istifadə. Məsələn, Əli Kərimin gözəl bir şeiri var. Deyir ki, gözəl qız sən safsusan, iki qəlb arzusan. Bax, o şeir gedir. Aha. Amma sən şeir var, deyir ki, şeirə fikir ver. Qız xəyala dalıbdır. Gözəl. Aha. Şeirin dalı belə gəlir. Sən deyən gözəl deyil. Hə, bu getməz. Qətiyyən. Bunu işlətmək Yəni- heç bu. Yəni sən deyən gözəl deyil nədir? Yəni şair orada başqa şey demək istəyir, aydındır. Yəni oradan Amma yəni bizim funksiyamız bəli. burada- Ola bilsin ki, o başqa bir yerdə işləyər, amma burada qətiyyən işləmir. Ha, başqa kimlər? Azərbaycan ədəbiyyatında bu barədə çoxlu şeirlər var. Yəni məsələn, tutaq ki, ayrı-ayrı şairlər götürəndə, yaradıcılıqlar götürəndə çox şeirlər var. Məsələn, amma yəni mühüm bir məqama Konkret məsələn bir şair Azərbaycan. məsələn Musa Yaqub öyrətmə özünü, öyrətmə mənə. Aha. Məsələn, onun gözəl Nüsrət Kəsəmənli bu barədə çox kəskin, çox gözəl şeirləri falan Hələ var. də çörəyi bol olan. Bəli. Yəni və Nazim Hikmət. O yadınızdan çıxıbsa o oradan yəni Nazim Hikmət çox gərgin böyük Məncə yaradıcı. hətta çörək zavodu. Bəli, çörək zavodu demək olar falan. Və bunlar ham məsələn Çeyndən bir yax danışmadıq. Çey bilirsiniz ki, indi inqilabçı olub, böyük vuruşub, yəni ömrü boyu əlində silah falan dağlarda və ondan da bu mənada istifadə edirlər və Çeynin o məşhur şey var. Kofta, Çeynin koftasını. Bəli, Çeynin koftasını geyinməkdən sonra siqaret. Siqaret bəli və uzatmaq falan o şeylər var. Məsələn, amma mən sizə deyim ki, o Che Guevara ilə bağlı o hərəkəti kimsə eləsəydi. Hələ Akşin şeirində demək olar da, hələ bunun saç uzatmaları, saqqal. Bəli. O Che-də var. O məsələn Che o siqar çəkir. Aha. Məsələn o Che eşitsiydi ki, Azərbaycan kimsə onun şeirindən istifadə eləyir. Yəqin ki, o siqaret çəkməzdi. Adamın nə edərsin? Yəni üzündə söndürərdi və amma bəlkə də o bir inqilabçı idi və sevinərdi ki, onun adı belə bir xeyir işdə. Aha. Məsələn, çünki Çeynin bir yaxşı sözü var, deyir ki, bilməm, eşitmişsiniz onu, yaxud deyir ki, qapıcı həmişə xeyir işə gəlir. Çeynin elə sözü var. Yəni, qapıcı həmişə xeyir işə gəlir. Son olaraq da istəyirəm bir konkret bir misalla gənclərimizə buradan həmin bu şeiri və yaxud prosesi misal çəkin və bitirək biz. Mən deməli deyim, yəni şeirdən düzgün istifadə çox vacibdir, amma şeirdən səhv istifadə də çox ağır nəticələrə yol verə bilər. Biraz əvvəl bunun mənfi nümunələrini dedik. İkinci növbədə yəni çalışmaq lazımdır ki, həmişə şeirlər təzə olsun. Hamının bildiyi ki, pəltəyə çıxmış şeirlər olmasın. Yəni nə qədər o şeirlər nə qədər gözəl olsalar belə bir müddətdən sonra şair deyən kimi süd necə çürüyürsə, şokolad necə çürüyürsə, meyvə necə çürüyürsə, xatirələr də o cür çürüyür və Milan Kunderanın da dediyi kimi xatirələrin də istifadə müddəti var. Yəni bu danışığımdakı romantik tona yəqin ki, hamı diqqət edir, bu çox vacibdir. Yəni o şeir deyəndə əlbəttə ola bilsin çox adam bunu yazışmaqda eləyir. Amma Ayxan istedad ordadır ki, o yazışmada da onun sənin həzinliyi qarşı tərəf ötürə biləsən, o şeirin o dinamikasını, aurasını ötürə biləsən, o da çox əhəmiyyətlidir. Yəni sənin hüzünlü görünüşün. Əlbəttə sən hüzünlü görünüşün mütləq rol oynamalıdır. Çox hüzünlü görünməməlisən. Yəni belə deyim də, yəni hüzünlü görünməlisən. Hə, deməlisən ki, yəni tamam mənim aramda problemlər var. Mən bu nöqtəsindən də gələrəm. Mən qalxaram yenə də falan. Amma yəni lap belə dibə getmək, o hüznün dibinə Kafkanın özü kimi o
O da düzdür. Amma belə mənasızcasına şən olmaq da bir şey ifadə eləmir. Yəni o qızlar Gənclərə bu fəaliyyəti harda icra eləməklərini tövsiyə edirsiniz və terror hərəkatı kimi də, yəni bu yayılsın. Facebookda bu hərəkətlər çox geniş istifadə olunur. Məsələn bir yoldaş var, adını təbii çəkməyəcəm. Mən onu baxıram ki, hansı qızın profilində, bu ana səhifəmə baxıram, görürəm 15 qız var. 15 qızın statusunda eyni zamanda like eləyib, bir şərhi də özü yazıb. Şəkili də, statusu da nə oldu? Yəni biri məsələn yaxın şərhlə bax ona da yazır. Yəni bunun elmi adı var yəni. Bunun elmi adı məncə var, amma burada deyiləsi deyil. Yəni var, Y ilə başlayır. Yəni elmi yox. Yəqin ki, başa düşdüm. Hə, xalq arasında xalq başlayır. arasında. Elmi adı bilmirəm. O yəqin ki var. Elmdə hər var şey. amma biz bilmirik. Elmdə hər şey var. Elmdə hər şey var. Hə, görürəm ki, amma bu ziyanlı şeydir. Yəni çünki tək bir hədəfə atmaq və bütün şeyləri yəni bir neçə bəli yerə məsələn tək əsgər bir qoşunu bəli məsələn tutaq ki Ayxanə sən bir qızı hədəfə alıb o qızdan xoşun gəlir hərəkətdən falan onu hücuma məsələn onu hədəfə alıb snayper kimi ora güllə əlbəttə qıza güllə vurmursan ki güllə atmır qıza məsələn bu hədəfdirsə bura yox Cəmal Sürəyyə qoyursan Nitşeni qoyursan Çeni qoyursan Frans Kafkanı qoyursan tap atsan bir vurub o qızı tamam belə zərərsizləşdirmək, yəni öldürmək belə, yəni mənəvi şəkildə. Hə, yəni də onu daha əslində yenidən onu əsir götürmək. Hə, biz onu dirildmək deyək, öldürmək, dirildmək. Yəni o bu məncə çox. Bu arada Tolstoyun dirilmə əsəri var, bəli, hə. Serj Ata. Onlar oradan Maslova var. Qəhrəmanı Serj Ata deyil. Hə. Serj Atanın dirilməsidir əslində. Hə, onunla eləmək lazım. Yəni tutaq ki, bir qızı tutub onun üstünə elçiliyə, yəni mənəm dırnaq arasında elçiliyə, yəni Cəmal Sürəyyəni, Nazim Hikməti, Əli Kərimi, Mikayıl Müşfiqi, Che Guevara'nı, Nitşeni, tutaq ki, Çeni göndərsin, gör necə gözəl olar. Amma bir də var ki, Əli Kərimi ora atır, Nitşenidən bir də söz var, nə bilim. Dostoyevskidən biri ora, Tolstoydan bura. Yəni bu dağılır və son nəticədə də heç bir fayda olmur. Nakamlıq yaranan bir ictimai fəlsəfi kateqoriya. Depressiv vəziyyət yarada bilər. Təbii ki, yaradır. Çünki o yəni həqiqətən və sonda icazə verin bir şeir deyim. Nazim Hikmət deyir ki, artıq kədərləndirmir məni xatirələrin dəvəti, xatirələrimdən şikayətçi deyiləm. Yəni bu şeirlərdə elə istifadə etmək lazımdır ki, gələcəkdə bu xatirələrimizdən şikayətçi olmayaq. Çox sağ olun Tural bəy, təşəkkür edirik. Çox sağ olun. Çox faydalı məlumatlar aldıq və güman edirik ki, gənclər bundan istifadə edəcək. Sağ olun. Sağ olun.